Salam, hər vaxtınız xeyir olsun. Bugün sizinlə ABC Akademiyanın yeni sınaq toplusundan 28-ci sınavın sualları ilə tanış olacağıq. Başlayaq ilk sualdan. İlk sualda deyir ki, DNT molekulunun 2 qat hidrogen rabitələrinin 3 qat hidrogen rabitələrinə olan nisbəti 2-nin çəkimidir. Hidrogen rabitələrinin cəmi 1950 olarsa, bu DNT molekulunun uzunluğu nə qədər olar? 2 qat hidrogen rabitələrinin sayını bilmirik, amma yəni bilirik ki, 3 qat hidrogen rabitələrinin nisbəti 2-nin çəkimidir. 2 qat rabitəli 2x götürsək, 3 qat hidrogen rabitələrini yenə də sayını bilmirik. Yəni 3x götürürük, onu vururuq 3-ə. Toplam, yəni bu ikisinin cəmi 1950-yə bərabər olur. O zaman 4x üzərinə gəl 9x, yəni 13x bərabərdir 1950 olarsa, x-in qiymətini burada tapırıq 150. 150. İndi 150 x-in qiymətidir. O zaman buradan 2x edir, demək 300. 3x da edir 450. Bu 300 olan adenin və timindir. 450 olan da guanin və sitozindir. Yəni guanin də 450-dir, sitozin də 450-dir. Yəni toplamda 900 bulardır. Bunlar isə toplamda 600 nükleotiddir. Cəmi 1500 nükleotid. Eləcə də həmçinin bunlar arasında olan rabitələr də baxsa 600 dənə adenin və timin arasında olan rabitədir. Guanin və sitozin arasında olan rabitə isə 1350-dir. Toplamda bu da 1950 rabitə edir. İndi bizə nə deyir? DNT molekulunun uzunluğu nə qədərdir? Biz dedik ki, nə qədər burada nükleotid var? 600 və 900. Cəmi 1500 dənə nükleotid var. DNT molekulunda 1500 dənə nükleotid var. İndi onun 450-si üzr istəyirəm, 750-si bir deməli zəncirdədir. 750-si də başqa bir zəncirdədir. Yəni biz iki zəncirə görə götürürük də. Bunu 751 zəncirdədir, 750 də digər zəncirdədir. Buradan da belə çıxır ki, bir nükleotidin uzunluğu 0,134 nanometr olduğuna görə 750-ni 0,34 dedim deyəsən, %34. %34 nanometr. 750-ni də 0,34-ə vuranda buradan da alınır, demək 225, o da 30. 255 nanometr. 255 nanometrdə demək B bəndində verilmişdir. Yəni burada B bəndə uyğun cavab olacaq. Elçiciy və dişiciy hansı geoloji eyrədə meydana çıxdı? Elçiciy və dişiciy örtül toxumlara xasdır. Örtül toxumlar da Mezozoy erasının təbaşir dövründə meydana çıxıblar. Ona görə də biz Mezozoy erasını götürəcəyik. Düzdür, bundan əvvəlki bitki şöbələrində də, bundan əvvəlki dövrlərdə də məsələn var idi, tozluq hissəsi var idi, tozcuq var idi, yumurtacıq var idi. Amma biz konkret elçiciy və dişiciy dediyimizə görə örtül toxumları nəzərə alırıq. Üçüncü sualda heyvanlarda mövcud olan iki membranlı orqanoid haqqında doğru fikri müəyyən edin. Ümumiyyətlə, iki membranlı orqanoidlər deyərkən mitoxondri və plastidləri nəzərdə tuturuq. Heyvanlar dediyinə görə mitoxondri götürəcəyik. Düzdür, bəzi kitablarda Yaşırev, Glenada, Volvoxda əvvəllər yəni xloroplastın olduğu yazılırdı. Amma bu sonuncu 10-cu sinif dərslikdə də artıq yəni demək Yaşırev, Glenada xromatofor olaraq göstərilir. Yəni artıq biz yəni heyvanlarda xloroplast yox, xromatofor götürürük və mitoxondri iki membranlı orqanoid olaraq, yəni heyvanlarda mövcud olduğunu deyirik. İndi burada da yəni söhbət mitoxondri haqqında gedir, xloroplast haqqında, ümumiyyətlə plastidlər haqqında getmir. A-da deyir ki, interfaz da həm nüvə şirəsində, həm də stoplazmada olur. Nüvə şirəsində ümumiyyətlə mitoxondri nə gəzir? Yəni bu doğru fikir deyil. Sonra B-də deyir ki, xromosomun quruluşuna rast gəlinir. Xeyr. Bir membranlı qranlara malikdir. Ümumiyyətlə qranlar olmur mitoxondridə. Makrolikik rabitələrə malik maddənin sintezini həyata keçirilir. Bəli, söhbət ATP-dən gedir. ATP sintezi mitoxondrilərdə həyata keçirilir. Doğrudur bu. E-də deyir ki, xromosomun sentromerinə birləşir. Xeyr, bu da yanlışdır. Yəni sadəcə D bəndə aid oldu da burada mitoxondriya. Ona görə D-ni doğru fikir olaraq götürürük. Dördüncü sualda. Aşağıdakı nəsil ağacında autizm resessiv əlamətlə müəyyən edilən xəstəliyin bir ailedəki vəziyyəti göstərilmişdir. Bu nəsil ağacında nömrələnmiş şəxslərdən hansı bu genin daşıyıcısı olub-olmadığını mütləq şəkildə söyləmək olmaz. Demək, iki şəxsdir, autizm resessiv olduğuna görə elə bu kişini demək homozigot resessiv əlamətli kimi götürək.
Baxaq bunların 4 dənə övladları dünyaya gəlib. Demək 1, 2, 3 və 4 övladı dünyaya gəlib. Burada parçalanma görürük. Parçalanma. Yəni üçü dominant əlamətlidir, biri isə ressiv əlamətlidir. Əgər burada parçalanma varsa, deməli bu qadın, bir nömrəli qadın heterozigot böyük A, kiçik A-ya malikdir. Niyə heterozigot deyirəm? Çünki burada hardakı bu kiçik A-lardan biri ilə bu böyük A birləşib, böyük A, kiçik A yaranıb. Bunlar fenotipcə sağlamdırlar. Hansı ki, məsələn, budur, həmin övlad 3 nömrəlidir. Bir də bu sağlam qız. Amma hansında ki, kiçik A-la kiçik A birləşib, orada xəstə övlad dünyaya gəlib. Xəstə övlad da bax burada işarə elədiyimiz bu xəstə qızdır. Demək bu bildi ki, bir nömrəli nə oldu? Bir nömrəli heterozigot böyük A, kiçik A genotipli qadındır. Sonra keçək digər övladlara baxaq və digər övladların daha doğrusu nicahına baxaq. Üçüncü övlad, üçüncünü birinci aydınlaşdıraq. Üçüncü deməli necə ola bilər? Üçüncü bu valideynlərin çarpazlaşmasından alınır. Görürük ki, fenotipcə sağlamdır. Amma demək əgər kiçik A, kiçik A olsaydı, bu ressiv olacaqdı hər iki əlamət. Ona görə də xəstəlik özünü biruzə verəcəkdi. Fenotipcə sağlamdırsa, bu sadəcə heterozigot böyük A, kiçik A ola bilər. Deməli, buradan görünür ki, bir də heterozigotdur, həmçinin 3 də heterozigotdur. Eynən. Sonra qaldı digər övladlar. Baxaq. Buradan ikinci övlada da baxaq. İkinci övlad ressiv əlamətli bir qadından ailə qurub. Həmin ikinci övladın genotipi böyük A, böyük A da ola bilər, böyük A, kiçik A da ola bilər. Amma ressiv əlamətli qadındır. Burada hər ikisini biz kiçik A götürürük. Bunların nicahından baxaq. 4 dənə, 3 dənə övlad dünyaya gəlib. Həmçinin həmin övladlardan biri də 4 nömrəli övladdır. Orada görürük ki, onlar fenotipcə sağlamdırlar. Gəlin hansı hallarda fenotipcə sağlam ola bilər yazaq. Fenotipcə sağlam ananın, daha doğrusu, atanın böyük A ilə anadan kiçik A gəldikdə də dünyaya gələ bilər. Həmçinin əgər ata 2 nömrəli övlad hər iki əlamətə görə homozigot olardısa, onun demək ressiv əlamətli qadınla nicahından yenə də böyük A, kiçik A əlamətli övlad dünyaya gələ bilər. Yəni bizə bu övladlar ipucu vermədilər ki, ata, yəni 2 nömrəli şəxs bu homozigotdur, yoxsa heterozigotdur. Bizə bir ipucu vermədi. Elə əslində yəqin ki, cavab budur, amma digərlərinə də baxaq, digərlərini nəzərdən keçirək. 1-3 artıq bilirik, 2 bizə məlumat vermir. 4-lə 5-ə baxaq. 4-lə 5 dedik ki, 2-nin nicahından tutaq ki, bu olsa şəxs. Buradan dünyaya gələn 4 nömrəli övlad demək olacaq heterozigot A və yaxud da ki, əgər 2 nömrəli şəxs homozigot olsa, bunun nicahından yenə də böyük A, kiçik A genotipli, fenotipcə sağlam şəxs də ola bilər. Hər iki halda bu heterozigot olduğunu biz görürük. Yəni 4-cü şəxs də buradan bilirik ki, hər iki halda heterozigotdur. Qaldı 5-ci şəxs. 5-ci şəxs də müəyyən edək. 5-ci şəxs yenə də demək valideynlərin yəni ressiv əlamətli atı ilə ananın nicahından doğulmuşdu. Bu anada heterozigot böyük A, kiçik A idi. Bunun da çarpazlaşmasından böyük A, kiçik A genotipli şəxs dünyaya gələ bilərdi ki, buradan da görülür ki, yenə də bu da daşıyıcı ola bilər. Yəni daşıyıcı olduğunu mütləq şəkildə söyləyə bilirik. Sadəcə dediyim kimi, yəni ikinci şəxsi müəyyənləşdirmək olmadı ki, o dominant A idimi, yoxsa heterozigot A idimi? Verilən fikirlərdən hansı yanlışdır? Cinsi çoxalma təkamülə səbəb olur. Bəli, doğrudur. Yəni burada təkamül baş verir cins çoxalma nəticəsində. Heyvanlarda oqamiyet tipli qametlər olur. Bəli, heyvanlarda ümumiyyətlə qametlərin əksəriyyəti oqamiyet tiplidir. Qametlər həm meyoz, həm də mitoz yolla əmələ gələ bilirlər. Bəli, doğrudur. Məsələn, örtü toxumlarda qametlər meyoz yolla əmələ gəlirlər. Amma məsələn, yosunlarda qametlər mitoz yolla əmələ gəlirlər. Hər iki halda mümkündür bu. Sonra D-yə baxaq. Bitkilərdə anizogamiya tipli qametlər əmələ gələ bilər. Bəli, anizogamiya tipli qametlər, məsələn,
götürək ölçülü toxumların, çırpaq toxumların qametləri anizogamiya tipli qametlərdir. Mümkündür burada da. Sonra biricəli heyvanlarda və toxumlu bitkilərdə nəsil növbələşməsi müşahidə olunur. Nəsil növbələşməsi biricəli heyvanlarda var. Məsələn, malyariya parasitində nəsil növbələşməsi var. Amma toxumlu bitkilərdə nəsil növbələşməsi müşahidə olunmur. Bu ali sporlu bitkilərdə və yaxud da ki, eyni şeyi biz laminariya haqqında deyə bilərik. Amma yəni toxumlu bitkilər haqqında deyə bilmirik. Ona görə burada E fikri yanlış fikirdir. Sonra yanlış fikri seçin. İnsanda rişemin inkişafı zamanı bir aylığında 2 kameralı ürək olur, doğrudur. 3 cüt qəsmi yarıq olur, doğrudur. Kulaq olur, doğrudur. Barmaqlar arasında pərdə olur, doğrudur. Bədən üzəri tüklərlə örtülü olur. Bu bir aylıqda yox, bu fikir E fikri. 3-4 aylıq yəni rişeyim aiddir. Ona görə E bəndi yanlışdır burada. İnsanın bilavasitə əcdadıdır. İnsanın bilavasitə əcdadı, yəni bu cavablar içərisində avstralopitekllər uyğun cavabdır. Avstralopitekllər bacarıqlı insanlara başlanğıc vermişdi. Bacarıqlı insanlardan da ən qədim insanlar başlanğıc almışlar. 8-də. İlk dəfə oddan istifadə etmiş, onu qoruyub saxlamışlar. Oddan istifadə etmiş və onu qoruyub saxlayırlar. Aha, bu sinantroplara aiddir. Sinantroplar oddan istifadə edir. Pitekantroplar da oddan istifadə edirdilər, amma onu qoruyub saxlamırdılar. Amma sinantroplar həm oddan istifadə etmişlər, həm də onu qoruyub saxlamağı bacarmışlar. C böyük C, kiçik C və kiçik A genotipinə malik 2 qara ada dovşanlarının çarpazlaşdırılmasından ağ rəngli balaların doğulması ehtimalını tapın. Yazaq. 2 valideyn götürək. Aha. Eyni genotipə malikdir və bunları çarpazlaşdıraq. Əvvəlcə bunlardan qamet alaq. 2 tip qamet demək bir valideyn verir. Gəlin ekranı pozaq. Digər valideyndə həmçinin 2 tip qamet verir. Əslində yuxarıdan yazmalıydım, amma daha bir də pozmaq istəmədim. Baxaq, böyük C, kiçik A, kiçik A. Yəni valideynlər kimi böyük C, kiçik A, kiçik A. Yenə də böyük C, kiçik A, kiçik A, kiçik C, kiçik A, kiçik A. Və görək nə alınır buradan. Bizdən sualda soruşur ki, ağ rəngli balaların doğulması ehtimalı neçədir? Ağ rəngli balalar hansı halda doğular? Kiçik C olduğu halda. Kiçik C olanda fərq yoxdur. Böyük adı yoxsa kiçik adı, yəni ağ rəngli balalar doğulur. Yəni pigment yoxdur ümumiyyətlə. Pigment yoxdur. Demək bu da bütün balaların 1/4-ni təşkil edir. Yəni A bəndi testdə uyğun cavab olacaq. Verilən fikirlərdən hansı yanlışdır? Endoplazmatik şəbəkədə karbohidrat sintezi gedə bilər? Bəli, mümkündür, gedir. Doğrudur, yəni bu fikir. Ribosom membransları qonitdir. Bəli, bütün avtotrop bitkilərdə xloroplast olur. Bütün avtotrop bitkilərdə xloroplast. Xeyr, məsələn, avtotrop bitki deyərkən yosun da nəzərdə tutulur, amma yosunlarda xloroplastlar olmur. Onlarda pigmentlər xromatoforda olur. Ona görə bu yanlışdır. Elə testin cavabı budur. Amma digərlərinə də baxaq. Prokaryotlarda mitokondri olmaz. Bəli, mitokondri membran quruluşları qonitdir. Prokaryotlarda isə nüvə və membran quruluşları qonitlər olmurdu. Demək, bu da doğruydu. E-də isə deyir ki, xloroplastlarda ATP sintezi edilir. Bəli, xloroplastlarda ATP sintezi edilirdi. Həmin ATP-dən də qaranlıq mərhələsində demək istifadə edilirdi. Yəni, bu da doğrudur. Yəni, C bəndə sadəcə yanlış cavab oldu. Digərinə də baxaq. Parapiteklər haqqında hansı fikir yanlışdır? Yanlışı soruşur bizdən. Qədim insana bənzər meymunlarda doğrudur. Afrika, Asiya və Avstraliyada qalıqlar tapılıb. Xeyr, Afrika, Asiya və Avropada tapılmışdır. Ümumiyyətlə, Avstraliyada qalıqlar tapılan kromanyonlar idi. Yəni, bu fikir demək yanlışı soruşurdu elə bizdən. Onda bir yanlış fikirdir. Diropteklərə başlanğıc vermişdi. Bəli, diropteklərə, orangutanlara və hibbonlara başlanğıc vermişdi. Doğrudur. İnsanın bilavasitə əcdadı sayılmır. Bəli, doğrudur. Orangutanlara başlanğıc vermişdi. Bu da doğrudur. Sonra aramorfozlara aiddir. Aramorfozlar yəni iri təkamül dəyişiklikləridir. Qoruyucu rəngin meydana çıxması bu adaptasiyadır, adaptasiyadır. Parazitlərdə sormazların yaranması bu da parazitlər təzminə uyğunlaşmadır. Dib heyvanlarının yastıq forma alması bu da uyğunlaşmadır. Qızıl sarmaşıqda yarpaqların yox olması bu immunodegenerasiyadır. Çırpaq toxumlarda tozcuq borsunun meydana çıxması. Bəli, bu aramorfozlara aiddir. Bəndi, yəni uyğun cavab olacaq. Digərinə baxaq. Verilən fikirlərdən hansı doğrudur? Demək,
Prokaryotlar atomların ikinci miqrasiyasında iştirak edə bilərlər. Ümumiyyətlə, atomların bioloji miqrasiyasının 3 növü var idi. Birinci növ miqrasiya bir hüceyrələr tərəfindən həyata keçirilirdi. İkinci növ çox hüceyrələr tərəfindən həyata keçirilirdi və üçüncü növ isə insan tərəfindən həyata keçirilirdi. Prokaryotlar bir hüceyrəlidir. Bir hüceyrəlidirsə onlar birinci növ miqrasiyanı həyata keçirə bilərlər. Yəni bu fikir yanlışdır. Belli deyil ki, bitkilərin bütün nümayəndələri atomların ikinci növ miqrasiyasında iştirak edir. Bitkilərin bütün nümayəndələri atomların ikinci növ miqrasiyasında iştirak edir. Bu da yanlışdır, çünki bir hüceyrəli bitkilər artıq ikinci növ miqrasiyanı həyata keçirə bilməyəcəklər. C-də deyir ki, göbələklər heterotrof olduğu üçün atomların yalnız birinci növ miqrasiyasında iştirak edəcəklər. Bu fikir bir hüceyrəli göbələklərə aiddir. Yəni çox hüceyrəli göbələklər artıq birinci növ miqrasiyanı həyata keçirə bilməyəcəklər. Demək, heyvanların bütün nümayəndələri atomların ikinci növ miqrasiyasında iştirak edəcəklər. Bu fikir də B fikir kimi yanlışdır. Çünki burada bütün nümayəndələr deyil. Bütün nümayəndələr ikinci növ miqrasiyanı həyata keçirə bilməzlər. Bunu sadəcə çox hüceyrəli heyvanlar həyata keçirərlər. E-də deyir ki, insan atomların ikinci növ miqrasiyasında iştirak edir. Bəli, insan heyvanlar aləminin çox hüceyrəli nümayəndəsi kimi ikinci növ miqrasiyanı həyata keçirir. Ona görə bu fikir doğru fikirdir. 14-də deyir ki, fotosintez prosesinin ikinci fazasında baş verir. İkinci faza qaranlıq fazası idi. Atomlar hidrogenin alınması. Bu birinci fazadadır, işıq fazasında. Bu deyil. Fotoliz işıqdadır. Molekülər oksigenin alınması, bu da işıqdadır. ATP sintezi işıqdadır. Qlikozanın sintezi, bəli, bu qaranlıq fazadadır. Hətta işıq fazasına əmələ gələn ATP qaranlıq fazada istifadə olunurdu. Qlikozanın sintezində. Ona görə bu elə doğru cavab burada E bəndidir. Sonra 15-ci sualda. Disruptiv seçimi haqqında hansı fikir yanlışdır? Polimorfizmə səbəb olur. Polimorfizmə səbəb olur. Bu yanlışdır. Singer seçməsi adlanır. Doğrudur. Üzr istəyirəm. Yanlışdır dedim. Doğrudur. Adı doğrudur. B də doğrudur. C-də deyir ki, parçalayıcı seçmədir. Bəli. Doğrudur. Götürmürük. Heterozigotların xeyrinə seçmədir. Xeyr. Disruptiv seçmə heterozigotların xeyrinə deyil. Homozigotların xeyrinə olan seçmədir. Yəni homozigot fərdlər bu zaman üstünlük əldə edilir. Yeni formaların yaranmasına səbəb olur. Bəli, yeni formalar yaranır. Bu da doğrudur. Yəni burada sadəcə D bəndi yanlışdır və bizdən də yanlışı soruşduğuna görə D-ni götürürük. 16-cı sualda. Aləmdən növə doğru getdikcə verilən əlamətlərə görə dəyişikliklərin hansı ola bilər? A. Aləmdən növə doğru getdikcə oxşarlıq artır. Oxşarlıq artır. Yazıb ki, zülalların oxşarlığı artır. Bəli, zülalların oxşarlığı artacaq. Çünki DNT, yəni materialları bir-birlərinə daha yaxın olacaq. Onların DNT əsasında sintez olunan zülalları da bir-birlərinə daha oxşar olacaq. Mümkündür. Sonra da deyir ki, xromosomun sayı sabitdir. İkincisi də deyir, xromosom sayı sabitdir. Xromosom sayının sabit olmasına, yəni bunun sistematik kateqoriyalara belə bir aidiyyatı yoxdur. Xromosom sayı. Yanlışdır bu. Müxtəliflik. Aləmdən növə doğru getdikcə müxtəliflik artır deyir. Xeyr, artmır. Əksinə azalır. Çünki oxşarlıqları artır. Birinci deməli doğru oldu sadəcə. Birincisi də A bəndində verilmişdir. 17-ci sualda. Triploid endospermin yarandığı geoloji dövrdə meydana çıxmışdır. Triploid endosperm öltü toxumlarda yaranmışdır. Öltü toxumlar da yaranmışdır. Deməli, dövr deyil də burada elə təbaşirdə yaranmışdı. Deyir ki, süd vəzləri. Süd vəzləri Triasda yaranmışdı, təbaşirdə deyil. Əsl quşlar. Elə əsl quşlar da cavab burada. Demək ki, əsl quşlar. Sonra Archaeopteryx deyir. Archaeopteryx yaranmışdı Yurada, bu da deyil. Avstralopithecus deyir. Avstralopithecus yaranmışdı deməli Neogendə, bu da deyil. Quyruqlu lemurlar, quyruqlu lemurların yaranması demək olmuşdu Paleogəndə. Sonra 18-ci sualda. Döş qəfəsində olan sümüklərin sayı insanla eyni olan insana bənzər meymunlar. Parapteklərlə eyni canlıdan başlanğıc götürüb. Parapteklərlə eyni canlıdan başlanğıc götürüb. Söhbət burada ümumiyyətlə nədən gedir? Döş qəfəsində olan sümüklərin sayı insanla eyni olan orangutan. Orangutan haqqında deyir ki, parapteklə eyni canlıdan başlanğıc götürüb. Xeyr, bu yanlışdır. Diropteklər eyni canlıdan başlanğıc götürüb. Bəli, diropteklər də, orangutanlar da, hibbonlardır. Bunlar hər üçü paraptekdən başlanğıc götürüblər. Ona görə B bəndi burada doğrudur. Sonra digərlərinə də baxaq. Digərlərində deyir ki, insanın bilavasitə əcdadıdır. Xeyr, gorillaya başlanğıc verib. Gorillaya orangutan yox, orangutanın o eyni əcdaddan başlanğıc götürdüyü diroptek başlanğıc verib. Şimpanze ilə eyni canlıdan başlanğıc götürüblər. Xeyr, bu da yanlış fikirdir. Sadəcə yəni B bəndə uyğun fikir oldu.
Aeromorfoz zamanı hansı taksonomik qruplar yaranır? Aeromorfozlar nəticəsində iri sistematik kateqoriyalar yaranır. Buradan növü və cinsi çıxırıq. Amma digərləri deməli mənə qaldı 2 qaldı, 3 qaldı, 4, 5. A bəndi deməli burada uyğun cavab oldu. Sonra nüvəsiz prosentdir. Nüvəsiz prosent deməli həm prokaryot həm də prosentdir. Biz burada götürürük bakteriyanı. Ümumiyyətlə bakteriyada 2 cavab da var. Saprofit bakteriya və E-də də azot bakteriyası. Prosent dediyinə görə azot bakteriyalarını götürəcəyik. Yəni xemosintetik azot bakteriyaları. Bu da E bəndində verilmişdir. E bəndi uyğun cavab olacaq. Şəkildə verilən canlının aid olduğu aləmin nümayəndələrində ola bilməz. Şəkildə verilən canlı bakteriyadır. Bakteriyaların nümayəndələrində ola bilməz. Hüceyrə divarı olur, xlorofil olur, ribosom olur. Plazmatik membranda olur, amma lizosom olmur. Niyə görə lizosom olmur? Çünki lizosom membran quruluşlu orqanoiddir. Bakteriyalarda membran quruluşlu orqanoidlər olmur. Sonra 22-ci sualda şəkildəki canlıların hamısının hüceyrələrində olur. Hamısının hüceyrələrində nə olur? Baxaq. Biri deməli göyərçindir canlılardan, biri ağac bitkisidir, yəni bitkidir ümumiyyətlə, biri də göbələkdir. Deyir ki, hər üçündə olsun. Nüvə hər üçündə var, bəli. Eukaryotda. Hüceyrə divarı heyvanlarda olmur. Hüceyrə divarı aid deyil. Belə götürüm də əslində. Yəni, biri götürüm, 2-nin üstündən xətt çəkirik, 2 aiddir. Xloroplast yenə də aid deyil. Yəni, orta xüsusiyyətlər deyil. Xromosom orta xüsusiyyəti. Yəni, hər biri xromosoma malikdir. Eləcə də hər biri plazmatik membrana da malikdir. Yəni, daxili qılafda plazmatik membran onların hər birində olur. Ona görə buradan, yəni 1, 4, 5 aiddir. Bu da A bəndində verilmişdir. 23. Çubuqları öyrənən elm sayısı. Çubuqları öyrənən, ümumiyyətlə, çubuq bakteriya sözü, yəni bakteriyanın çubuq deməkdir və bakteriyalara, yəni çubuqlar deyilir burada. Yəni çubuqlar deyəkən bakteriyalar nəzərdə tutulur daha doğrusu. Bakteriyalar öyrənən elm sayəsi ilə bakteriologiyadır. Hansı xüsusiyyətlər sayəsində heyvanlar özlərinə qida tapır və düşmənlərdən xilas olurlar? Bu hərəkət sayəsindədir. Yəni hərəkət xüsusiyyəti yəni onlara imkan verir ki, düşmənlərdən qurtulsunlar və özlərinə qida tapsınlar. Yarpağın müəyyən sayəsində cəmi 500 hüceyrədə fotosintez prosesi gedir. Əgər bu sahədə 70 ağızcıq olarsa, sütunvari və süngərvari toxuma hüceyrələrinin cəmi neçə edir? Ümumiyyətlə, yarpaqda 3 dənə strukturda biz demək deyirik ki, fotosintez gedə bilir. Sütunvari toxuma, süngərvari toxuma, bir də ağızcıqların ətrafında olan qapayıcı hüceyrələrdir. Hər bir ağızcığın ətrafında 2 dənə qapayıcı hüceyrə olur. Əgər 70 ağızcıq varsa, 70-i vururuq 2-yə edir 140 qapayıcı hüceyrə. O zaman sütunvari toxuma, belə deyim də, sütunvari, üzərinə gələk süngərvari və üzərinə gəlir qapayıcı hüceyrələr. Qapayıcı hüceyrənin sayını bilirik də, artıq 140. Bu iki birlikdə bərabər olur 500-ə. Belə çıxır ki, əgər 500 belə deyim, ümumi hüceyrə saydısa, bunun 140-ını biliriksə qapayıcı hüceyrədir. O zaman 500-dən 140-ı çıxırıq, qalır 360. 360 da süngərvari və sütunvari toxuma hüceyrələrinin cəmidir. Bu da B bəndində verilmişdir. Sonra 26-da aşağıdakı şəkilləşmənin əmələ gəlməsinə iştirak edir. Aşağıdakı bitki, demək, burada təsvir olunan bitki çuğundurdur. Çuğundurda meyvə-kök deməli əmələ gətirilməsi təsvir olunur. Yəni meyvə-kök verilir ümumiyyətlə burada. Meyvə-kökün də əmələ gəlməsinə iştirak edir gövdənin aşağı hissəsi və əsas kök. Gövdə və əsas kök. Yəni 4 və 3 iştirak edir. Bu da C bəndində verilmişdir. Yəni C bəndi burada uyğun cavab olacaq. Sonra həqiqi ölçüsü 0,2 mm olan cisim müasir işıq mikroskopunda maksimum neçə santimetr ölçüdə görünər? Müasir işıq mikroskopları obyekti 3600 dəfəyə qədər böyüdə bilirlər. Əgər obyektin həqiqi ölçüsü 0,2 mm-dirsə, bunu 3600-ə vururuq. Edir nə qədər? 72 mm. Yəni 72 mm deyirsə, bunun da cavabı bizdən santimetrlə istəyir. 7,2 santimetr ölçüdə görünəcək. Bu da D bəndinə verilmişdir. Şəkilə əsasən məntiqi uyğunluğu müəyyən edir. Burada bir bakteriyofaq verilib, yəni bakteriya virus hüceyrəsi verilib. Bir də ki, deməli bakteriya verilib. Yəni bunlar tərəfindən ümumiyyətlə viruslar və bakteriyalar tərəfindən törədilən xəstəlikləri biz burada uyğunlaşdırmalıyıq. Bakteriyalar tərəfindən törədilən xəstəliklər hansılardır? Verəm və tetanus bunlar bakteriyalar tərəfindən törədilən xəstəliklərdir. Amma sək, QİÇS və qızılca isə bu üçü isə, yəni A,
D və E. Bunlar isə viruslar tərəfindən törədilən xəstəliklərdir. Ona görə də 1-ə A, D, E, 2-yə də B, C ümumiləşdiririk. Bu da A bəndində verilmişdir. Sonra 29-cu sualda hansı bitkinin mürəkkəb yarpaqları şəkildə kimdir? Şəkildə üçər mürəkkəb yarpaq verilib. Hansı bitkidə üçər mürəkkəb yarpaq var? Lobiyada. Ümumiyyətlə lobiyada 3 yarpaq yoncadır, sonra moruqdur. Bunlarda yəni üçər ümumiyyətlə mürəkkəb yarpaqlardır. Bu da digərləri məsəl üçün qozlu itburnuda tək lələkvarı mürəkkəb yarpağıdır. Acı paxlada barmaq varıdır. Ləlcədə isə cüt lələkvarı mürəkkəb yarpağı verilib. Sonra verilən şəklə əsasən doğru olmayan variantı seçin. Aha, doğru olmayan variant. 2. Törədici toxumaya aiddir. 2. Kombidir, bəli, törədici toxumaya aiddir. B-də deyir ki, 3 rəqəmi ilə verilən borularda üzüm maddələr hərəkət edilir. 3 rəqəmi ümumiyyətlə oduncağı göstərir. Yəni, orada oduncaq borular göstərib. Oduncaq borularının üzvü yox, qeyri-üzüm maddələr hərəkət edilir. Yəni, elə doğru olmayan fikir B bəndidir. Digərlərini də oxuyaq. C-də deyir ki, 1 rəqəmi ilə verilən hissədə olan borular canlı hüceyrələrdən təşkil olunub. Bəli, floema boruları olar. O həmin hissədə, yəni floema hissədir. O floema hissədə də olan floema boruları canlı hüceyrələrdir. 4 rəqəmi ilə verilən hissə əsas toxumadan təşkil olunub. 4 rəqəmi ilə özəkdir, bəli, əsas toxumadan təşkil olunub. 1 rəqəmi ilə verilən hissədə mexaniki toxumaya rast gəlinir. Bəli, 1 rəqəmi ilə verilən hissədə floemada floema lifləri olur. Floema lifləri də mexaniki toxumaya aiddir. Doğrudur. Sonra demək ki, 31-ci sualda verilmiş şəkil quşların hansı orqanlar sisteminə aiddir? Ümumiyyətlə, burada 31-ci sualda göstərilən şəkildə qan damar sistemi təsvir olunmuşdur. Qan damar sistemi də demək B bəndində verilmişdir. Sonra 36-da doğru cavabı tapın. Əmici delilər uzun ömürlüdür. Əmici delilərin yaşama müddəti 10-20 gündür. Uzun ömürlü verib, yanlışdır bu. 20-30 gün yaşayır, yanlışdır. Torpaqdan su və üzüm maddələri sorulur. Torpaqdan su və mineral maddələri sorulur. Üzüm maddələri yox. Mexaniki toxuma hüceyrələrinin çıxıntısıdır. Əmici delilər sorucu zonada olan qabıq hüceyrələrinin çıxıntısıdır. Qabıq isə demək örtük toxumasına aiddir. Yəni yanlışdır bu. Yerləşən zonada tam formalaşmış borular olur. Bəli, sorucu zonada tam formalaşmış ötürücü borular olur. Böyümə zonasında olmur. Ondan sonraki sorucu zonada isə olurdu. Ona görə də 32-də E bəndi uyğun cavab olacaq. Sonra müasir insan xoldallar tipinə aiddir. Müasir insan. Yanlışı soruşur bizdən. Bəli, biososial varlıqdır, doğrudur. Bacarıqlı insan növünə aiddir. Xeyr, bacarıqlı insan homo habilis ilə. Amma müasir insan dərrakəli insan növünə, homo sapiens aiddir. Ona görə də burada C bəndi demək yanlış fikir olacaq. Digərinə baxaq, heyvanlar aləminə aiddir, doğrudur. Mücərrəd təvəkkülə malikdir, bu da doğrudur. Hansı bitkidə yarpaq saplağı yoxdur? Yarpaq saplağı qərənfildə yoxdur. Ümumiyyətlə, aqava, qərənfil, kətan kimi bitkilərdə yarpaq saplağı olmurdu. Demək, ona görə burada A bəndi uyğun cavabdır. Hüceyrənin meyoz bölünməsi zamanı sonda əmələ gələn hüceyrələrin cəmi n sayda xromosom olarsa, ana hüceyrədə cəmi neçə xromosom olar? Meyoz bölünmə zamanı bir hüceyrə 4 hüceyrəyə bölünür və bu 4 hüceyrədə toplamda haploid xromosom yığımına malik hüceyrələrdir və bunların da toplamında n sayda xromosom olur. Bu eni, bu testdə verilən eni M-dən işarə edirəm hələlik, yəni bunu aydınlaşdırmaq üçün 4-nin cəmi M-ə bərabərdir. Ana hüceyrənin xromosom yığımı deyil neçə idi? Ana hüceyrə demək diploid xromosom yığımına malikdir. Yəni onun xromosom yığımı 2N idi. O zaman əgər 4-in M-ə bərabərdirsə 2N, yəni ana hüceyrənin xromosom sayı M bölünsün 2 qədər olacaq. Amma biz burada yəni M-i özümüz demişdik, əslində şərtdə N idi. Yəni sadəcə bu N-lə o N-i qarışdırmamaq üçün M-lə işarətlədim. M bölünsün 2. Bu da E bəndində verilmişdir. E bəndində verilmişdir. Əksər bitkilərin yarpaq arasında hansı toxumaya rast gəlinməz? Bir A-da verib ötürücü toxuma. Ümumiyyətlə, yarpaqda damarlar var. Damarlar lifli borulu təzələrdən təşkil olunurlar. Liflər mexaniki, borular isə ötürücü toxumaya aiddir. Ona görə bunun hər ikisi var. Örtük toxuması. Örtücü toxuma var, yəni yarpaq xaricdən dəliciklə örtülüb. Dəlicik örtük toxumasına aiddir. Əsas toxuma var, çünki orada sütunvarı, süngərvarı toxuma əsas toxumadır. Amma törədici toxuma olmur. Yəni, əksər bitkilərdə törədici toxuma olmur. Uyğunluğu müəyyən edin. Vakus boş, xromor rəng. Xromor rəngdir, amma burada bədən verib. Bu yanlış deyil, uyğunsuzluq buradadır.
oculus göz, mikros kiçik, obyektum cisim. Bunlar hamısı doğrudur. Soma idi bədən, xroma verilib. 38-də cədvələ əsasın X, Y və Z bitkilərini müvafiq olaraq seçin. X-də boğumların sayı n-dir, bir zoğunda olan yarpaq sayı da n-dir. Bir zoğunda olan boğum sayı da n-dir, bir zoğunda olan yarpaq sayı da n-dir. Yəni, boğum sayı ilə yarpaq sayı bir-birinə bərabərdirsə, bir boğuma bir yarpaq birləşib. Yəni, növbəli düzülüşdür. Baxaq, cavablar hissəsini növbəli düzülüşlərə saxlayaq, digərlərini çıxaq. Gizli tikən verilib, gizli tikəndə deməli, qarşı-qarşıya düzülüşdə çıxırıq. D bəndində çıxırıq həmçinin. Sonra, boğum sayı n, yarpaq sayı 4n. Yəni, bir boğuma 4 yarpaq birləşib. Başqa sözlə topal düzülüşdür. Topal düzülüş hansı bitkilərdədir? Baxaq. A-da Yasemin verib çıxırıq. C-də oleandr verilib. Bunu saxlayırıq. Çünki topal düzülüşdür. N də çıxırıq. Və sonra qaldı elə bir dənə C bəndi. Z-də də yoxlayıq. Z-də də boğum sayından 2 dəfə çoxdur yarpaq sayı. Yəni, bir boğuma 2 yarpaq birləşib. Bu da qarşı-qarşıya düzülüşdədir. Yasemin də qarşı-qarşıya düzülüşdür. Yəni, C bəndi burada uyğun cavab olacaq. Ağac gövdəsinin diametrinin artmasında əsas rol oynayır. Ağac gövdəsinin diametrinin artmasına kambi əsas rol oynayır. Belə ki, kambi ceyirlərinin bölünməsi hesabına oduncaq tərəfdə yeni oduncaq, qabıq tərəfdə də yeni qabığı ceyirləri yaranır və bunun hesabına gövdənin diametri artır. 40-cı sualda hansı bənddə uyğunluq pozulmuşdur? Demək, burada heyvanlar və onların tənəffüs orqanları verilir. Balıqlar qəlsəmə ilə tənəffüs edirlər. Xərçənglər traxeya verir. Bu yanlışdır. Çünki xərçənglər qəlsəmə tənəffüs edirlər. Sürünənlər ağciyərlərdən doğrudur. Həşəratlar traxeyalardan, evdə də ağciyərdən tənəffüs edir. Bəli. Burada indi 28-ci sınavda yekunlaşdı. İnşallah ümid edirəm ki, izahlar hər biriniz üçün aydın olar. Diqqətinizə görə təşəkkür edirəm. İnşallah ki, videonu bəyənərsiniz. Bəyənsəniz, bəyənmə tuşuna basmağı və kanala abunə olmağı unutmayın. Çox sağ olun.